Durum. Bir daha hoş gördük. Demek bugünkü izahımız olacaq mikro təkamüldən və makro təkamüldən. Hara qədər demişdik mövzunu? Yarıya kimi müəllim. Yarı yəni hara? İlk 9 sayfası PDF'den. Yaxşı, yaxşı. Başlayaq, ona da gəldi. Tamam. Tamam mı? Salam, salam. Başlayırıq mikro təkamüldən. Deməli, biz keçən dərsimizdə dedik ki, təkamül canlıların sadədən mürəkkəbə doğru tarixi inkişaf prosesidir. İki qrupa bölündü, mikro təkamül və makro təkamül. Mikro təkamül nədir? Növün əmələ gəlmə prosesidir. Yəni, mikro təkamül növ əmələ gəlmə prosesi. Aha. Qısa tarixi dövr ərzində baş verir. Bir insanın ömrü onu görə biləcək, yəni qısa tarixi dövr ərzində baş verdiyi üçün. Növ əmələ gəlmə prosesi olduğu üçün biz əvvəlcə növün nə olduğunu və növü təyin etmək üçün hansı kriteriyalardan istifadə etməli olduğumuzu öyrənməliyik. Deməli, növ nədir? Morfoloji, fizioloji, genetik və sair xüsusiyyətlərə görə, digər yəni coğrafi, ekoloji və sair məsələn, yaşadığı ərazi eyni olan, yaşadığı ekoloji mühit eyni olan və ən əsası genetik, yəni xüsusiyyətlərinə görə eyni olan ən əsas sərbəst çarpazlaşıb döllü nəsil verən fərlər cəmidir. Aha. Deməli, burada sərbəst çarpazlaşma, yəni çoxalma qabiliyyəti olmalıdır. Həmçinin də döllü nəsil, yəni əmələ gətirdiyi fərdlərin özü də çoxala bilmə qabiliyyətinə malik olmalıdır. Belə nə üçün bu qeyd olunur? Yəni, məsələn, belə deyək ki, atla eşək çarpazlaşma qabiliyyətinə malikdir. Amma onların əmələ gətirdiyi nəsil, yəni bu qatırdır. Qatır döllü deyil, yəni qatır özü çoxalma qabiliyyətinə malik deyil. Yəni, buradan biz o nəticəyə gəlirik ki, at və eşək eyni növ deyil, onlar fərqli növdülər. Əgər eyni növ olsaydılar, onların əmələ gətirdiyi nəsil də döllü olardı. Növü müəyyən etmək üçün müəyyən xüsusiyyətlərdən istifadə olunur. Bunlar kriterilər və ya kriteriyalar adlanır. Növün kriteriyaları hansılardır? Onları qeyd edərik. Yəni, biz hər hansı bir iki canlının eyni növə və yaxud fərqli bir növə aid olduğunu müəyyən etmək üçün bəzi xüsusiyyətlərdən istifadə edirik. Birinci kriterimiz morfoloji kriteri. Morfoloji kriteri nədir? Canlının xarici və daxili görünüşü. Xarici və daxili quruluşu. Yəni, iki canlının xarici və daxili quruluşuna baxırıq. Əgər görürüksə bir-biri ilə oxşardılar, deməli bunlar eyni növ hesab oluna bilərlər. Amma istənilən bir kriteridə istisnalar var.
Və bizim bu dərsimizdə əsas diqqət etməli olduğumuz şeylərdən biri də istisna halları yadda saxlamaqdır. İstisna hallar nələrdir? Yəni, məsələn, morfoloji kriteridə istisna hal qara siçovulun əkiz növləri. Deməli, mən yazım burada. İstisnalar istisna. Qara siçovulun əkiz növləri. Burada biri, yəni somatik hüceyrəsinin nüvəsində 38 xromosoma, digəri 42 xromosoma malikdir. Yəni, biz bunları morfoloji kriteriyə görə müəyyən edə bilmədik. Bunu genetik kriteriyə görə müəyyən edirik ki, əgər nüvəsində xromosom sayı eyni olsaydı, eyni növ olardılar. Amma fərqli oldu, birində 38 oldu, digərində 42 oldu. Başqa bir istisna nə ola bilər? Bəzi canlıların erkək və dişi fərdləri. Bəzi canlıların erkək və dişi fərdləri. Yəni, misal üçün, toyuq və xoruz. Yəni, adi belə baxdığımız, yəni xoruz görünüşünə görə toyuqdan bir xeyli fərqlənir. Həm boyca iri olur, həm də ki, görünüşcə daha gözə çarpan olur. Toyuqlar nisbətən kiçik olur və yəni baxanda biz onun xarici görünüşünə baxsaq, onların fərqli növ olduğunu düşünə bilərik. Başqa bir nümunə desək, kəpənək və onun tırtılı. Kəpənək və onun tırtılı. Tırtıl kəpənəyin inkişaf mərhələlərindən biridir. Yəni, kəpənəyin inkişafı 4 mərhələdən ibarətdir. Yumurta, sürfə, buğ və yetkin-fər. Onun sürfəsi tırtıl adlanır. Yəni, bir növün inkişaf mərhələsi elə növün özünə aid olan bir mərhələ olduğu üçün, yəni xromosom sayı eynidir növlə. Amma quruluşuna baxanda tırtıl qurda daha çox oxşayır. Yəni, məsələn, hərqəvi qurdlara oxşayır. Amma kəpənək, yəni quruluş cəhətdən tırtıldan bir xeyli fərqli quruluşa malikdir. Bu da bir istisna haldır. Oldu morfoloji kriteri. Morfoloji kriteriden sonra biz öyrənə bilərik, olsun genetik kriteri. Genetik kriteri. Genetik kriteri nəyə əsasən müəyyən etməkdir? Canlıların nüvələrindəki xromosom sayı. Nüvədəki xromosom sayı. Aha, yəni nüvədəki xromosom sayı iki canlıda bərabərdirsə onu eyni növə, fərqlidirsə onu müxtəlif növə aid edə bilərik. Amma burada da istisna hallar var. Elə canlılar var ki, onların nüvələrində xromosom sayı fərqlidir, amma eyni növə malikdir. Elə canlılar var ki, onların nüvələrində xromosom sayı eynidir, amma fərqli növə aiddir. Və həmin o istisnaları qeyd edək. Deməli, istisnalar. Məsələn, istisnalar Down, Patau genetikada keçmişik. Edward, Klinefelter. Bura mutasiya xəstəlikləri aiddir. Şerşevski, yəni ancaq bunlar deyil, təbii ki, indi mən bunları da nümunə olaraq qeyd edirəm. Şerşevski, Turner sindromlu insan və normal insan. Normal insan. Mənim Yəni, qız bura aid olur. bəli, Qanda immun çatışmazlığı sindromu. O bura aid ola bilər.
Xeyr, xeyr. O biz xromosomla bağlı olan xəstəlikləri burada deyirik sadəcə. Yəni məsələn Down sindromunda bir nüvədə 47 xromosomdur. Patauda 47-dir, Edwardda Ha, 47-dir, bəli, bilirim. Klinefelterdə Bilirim. 47-dir, Şershet-Kütnerdə 45-dir, amma normal insanda 46-dır. Baxmayaraq ki, normal insanla bunların xromosom sayları fərqlidir bir nüvədə. Amma onlar da dərrakəli insan, yəni Homo sapiens növünə aid edilir. Yəni bu bir istisna haldır ki, baxmayaraq ki, xromosom sayı fərqlidir, amma eyni növə aid ola bilərlər. Başqa istisna hal biz nə deyə bilərik? Məsələn, bir çox paxlalı bitkilərdə xromosom sayı 22-dir. Xromosom dəsti 22-yə bərabərdir. Yəni baxmayaraq ki, bu onun tərsidir. Yəni bayaqında dedi ki, xromosomu fərqlidir, amma eyni növə aiddirlər. Amma burada xromosomları eynidir, amma fərqli növə aiddirlər. Yəni misal üçün biz paxla ilə yonca bitkilərini deyə bilərik ki, bunlarda xromosom sayı eyni olmasına baxmayaraq fərqli növə aid edilir. Davam edirik. Növbəti kriterimiz olsun. Bura turpla kələmi də deyə bilərik müəllim. Burada turpla kələmi də deyə bilərik, bəli. Turpla kələmdə hər ikisində xromosom sayı baxmayaraq ki, 2 yəni 18-ə bərabərdir, amma onlar eyni növə aiddir. Malades, diqqət eləmişsən ona. Deməli, növbəti kriterimiz coğrafi kriteri. Coğrafi kriteri. Coğrafi kriteri canlının yaşadığı ərazi. Yaşadığı ərazi. Yəni, eyni ərazidə yaşayırlarsa, eyni növə aid olacaqlar. Fərqli ərazidə yaşayırlarsa, fərqli növə aid hesab olunurlar. Amma burada da istisna var. İstisnalar. Birinci istisnalar kosmopolit növlərdir. Deməli, kosmopolit növlər. Kosmopolit növlər nədir? Hər yerdə yaşaya bilər. Hər yerdə yaşaya bilən. Yəni, bunların konkret bir yaşadığı ərazi yoxdur. Yəni, onlar müxtəlif ərazilərdə yaşaya bilər. Yəni, biz deyək ki, məsələn, filan növ filan ərazidə yaşayır, filan növ başqa bir ərazidə yaşayır. Amma görürsən ki, bu növ bu ərazidə də yaşayır, o birisi başqa ərazilərdə də yaşaya bilir. Yəni, kosmopolit növlərə biz misal olaraq dam sərçəsi və boz siçovulu deyə bilərik. Dam sərçəsi və boz siçovul. Aha. Davam edək. Növbəti kriterimiz, səhv eləmirəmsə 4 oldu, ekoloji kriter. Aha. Ekoloji kriteri canlıların yaşadığı ekoloji mühitə görə müəyyən olunur. Ekoloji mühit. Yəni, ekoloji mühit, bu biraz coğrafi ilə ola bilər ki, yəni diqqətli olmasaq qarışdıra bilərik, amma coğrafi konkret ərazidir, ekoloji mühit isə sadəcə mühit. Yəni, müxtəlif ərazilərdə eyni ekoloji mühit ola bilər. Yəni, məsələn, bataqlıq mühiti, nə bilim, çəmən mühiti və yaxud meşə mühiti, dağ mühiti, yəni, bunlar müxtəlif ekoloji mühitlərdir. Amma ərazi deyəndə, məsələn, biz deyək ki, tutaq ki, Azərbaycan ərazisi və yaxud Astara ərazisi, nə bilim, Rusiya ərazisi, yəni ərazi artıq hər hansı bir konkret yer adı biz deyirik. Ekoloji mühit isə konkret yerin adını demirik sadəcə. Məsələn, tutaq ki, çay qırağı, çəmənlik, nə bilim, bataqlıq və s. kimi mühitləri deyə bilərik. Mövzumuzda ekoloji mühitə aid
nümunə göstərilib. Yəni məsələn orada qaymaq çiçəyinin səhv eləmirəmsə bir 3 növü göstərilib. Onlardan biri deyir ki, səhv eləmirəmsə çəmən və tarlalarda, biri yaşayır bataqlıqlarda, biri də səhv eləmirəmsə çay və nohur kənarında. Yəni o çəmən tarladır, çay və nohurdur, bataqlıqdır, müxtəlif ekoloji mühitdir. O istisna deyil. Yəni bəlkə də oxuyanda elə düşünərsiniz ki, o istisnadır. Xeyr, o konkret elə ekoloji kriterinin nümunəsidir ki, məsələn, filan qaymaq çiçəyi növü filan ekoloji mühitdə yaşayır. Və istisnalar da burada var. İstisnalar insanlarla eyni ekoloji mühitdə yaşayan canlılardır ki, bunlara tarakanlar, milçəklər, ondan sonra müxtəlif alaqotları, Əhliləşdirilmiş ev heyvanları da ola bilər. ola bilər əhliləşdirilmiş ev heyvanları, məsələn, it, pişik, insanların yaşadığı, yəni insan harda yaşayırsa, onlar da həmin ərazilərdə yaşaya bilər. Bunlar ekoloji kriterinin istisnalarıdır. Sonra deməli, davam edirik fizioloji kriteri ilə. Fizioloji kriteri əsasən müxtəlif fizioloji proseslərə görə. Müxtəlif fizioloji proseslər. Xüsusən də çoxalmada olan fərqlər. Çoxalmada olan oxşarlıq və fərqlər. Yəni, bayaqları demişdik ki, sərbəst çarpazlaşıb döllü nəsil vermə məsələsi. Burada da istisnalar var. Elə canlılar var ki, onlar fərqli növlərə malikdirlər, amma sərbəst çarpazlaşıb döllü nəsil verə bilirlər. Bunlara nümunə olaraq deyə bilərik, bir fərqli növ olan bitkilərdən söyüd və qovaq. Yəni, bu bitkilər çarpazlaşdıqda döllü nəsil verə bilirlər. Bir də heyvanlardan sarı bülbül və alacəhrə. Yəni, bunlar quşdurlar hər ikisi. Sərbəst çarpazlaşıb döllü nəsil verə bilirlər. Axırıncı kriterimiz biokimyəvi kriteridir. Deməli, biokimyəvi kriteri əsasən də canlılarda zülal, nuklein turşuları, onların tərkibi, yəni müxtəlif kimyəvi maddələrin, xüsusən də zülal və nuklein turşularının quruluşu. Yəni, buna əsasən müəyyən edilir. Bunu müəyyən eləmək, yəni zülalların, nuklein turşularının quruluşunu müəyyən eləmək biraz çətin prosesdir. Yəni, bunu laboratoriyada təbii ki, bir dərin tədqiqat olmalıdır ki, yəni onların iki canlının zülallarının, nuklein turşularının müqayisə edək. Yəni, bunu çətin olduğuna görə çox da bu kriteridən istifadə edilmir. Və 6 dənə kriteri qeyd elədik. Bunların heç biri ayrı-ayrılıqda növü müəyyən eləmək üçün kifayət deyil. Çünki, yəni bayaqları qeyd elədik ki, hər birində müəyyən istisnalar var. Yəni biz bu kriterlərin hamısına baxmalıyıq ki, əksəriyyəti uyğun olsa,
Biz həmin canlıların iki dənə canlını müqayisə ediriksə, eyni növə aid olduğunu müəyyən edə bilərik. Yəni, məsələn, tutaq ki, biz qara zıçovulun əkiz növlərində baxırıq ki, morfoloji kriterisi oxşar oldu. Biz digər kriterilərə də müraciət edirik. Yəni, yaşadığı əraziyə, yaşadığı mühitə, nə bilim, onun xromosom sayına, digər xüsusiyyətlərə müraciət edirik. Baxsaq ki, əgər hamısı eyni olsa və yaxud yəni 4-ü, 5-i eyni olsa, onların eyni növə aid olduğunu artıq düşünə bilərik. Bu oldu növün kriteriləri. Yəni, növü müəyyən eləmək üçün hansı xüsusiyyətlərdən istifadə olunur? Bu Bəli. xüsusiyyətlərdən istifadə olunur. Bəli. Biokimyəvinin istisnası yoxdur. Biokimyəvinin istisnası verilməyib. Yəni biraz həm çətin olduğu üçün, yəni onu qeyd eləməyiblər. Zülal Bəlkə də. sintezinin pozulması falan ola bilməz. Yəni o zülal sintezinin pozulması onun quruluşuna əsaslanmır ki. Yəni istisna hal odur ki, məsələn, ya fərqli olsun, eyni növə aid olsunlar, ya eyni olsun, fərqli növə aid olsunlar. Yəni onu da yəni qeyd olunur ki, müəyyən eləmək daha çətindir deyə ola bilər ki, yəni üzərində geniş təcrübə aparılmır, da belə düşünək. Yəni geniş təcrübə aparılsaydı, hər halda onun da müəyyən istisnaları qeyd olunardı. Məncə mutasiyalar da bura aid ola bilər. Ola bilər, yəqin ki, mutasiyalar zamanı DNT-nin quruluşu məsələn dəyişilir. Yəni DNT Bəli. quruluşu dəyişilirsə, ola bilər ki, yəni iki canlının, yəni birində mutasiya baş verib, DNT quruluşu dəyişilib, digərində mutasiya baş verməyib, amma onlar ikisi də eyni növə aid olsun. Hı -hı. Bu cəhətdən qeyd oluna bilər. Tamam. Davam edirik populyasiya mövzusu ilə. Populyasiya sözünün mənası, yəni xalq əhali deməkdir. Yəni ingilis dilindən də elə bilirəm ki, people xalq deməkdir. Yəni bu latın dilindən də populus xalq əhali qeyd olunur. Populyasiya növün tərkibidir. Deməli, növ daxilində müəyyən təcridlərlə ayrılan fərdlər cəmi. Aha. Yəni adətən mən bunu nümunə göstərirəm, yəni daha doğrusu bənzədirəm nəyə? Yəni məsələn deyək ki, məktəbdə 10-cu sinif bir növdür. 10A, 10B, 10C, 10D sinifləri onun populyasiyaları sayıla bilər. Yəni onun tərkibinə daxil olan qollardır. Bir növündə müxtəlif populyasiyaları ola bilər. Populyasiya ilə bağlı biz nələri yadda saxlaya bilərik? Testlərdə düşür, təkamülün vahidi nədir? Təkamülün vahidi populyasiyadır. Niyə populyasiyadır? Çünki adətən populyasiyalar inkişaf edərək yeni növə başlanğıc verə bilirlər. O cəhətdən təkamülün vahidi populyasiya olaraq götürülür. Populyasiyada cins tərkibi təqribən bərabər götürülür. Yəni erkək bölünsün dişi fərdlər bərabərdir 1 bölünsün 1. Yəni təqribi olaraq təbii ki, bərabər olaraq götürülür. Populyasiyada yaş tərkibi yəni yaş tərkibini, yəni cavanlar, yaşlıların bərabər olduğunu təbii ki, qabaqcadan demək olmur, amma bununla bağlı biz nəyi yadda saxlayırıq? Əgər cavan fərdlər üstünlük təşkil etsə, cavanlar çox olsa, Tərəqqidə olur. bəli, cavanlar çox olsa inkişaf edər. Yaşlılar çox olsa zəifləyər. Yaşlılar çox olsa məhvə doğru gedir. Yəni çünki
Cavan fərdlər çoxalma qabiliyyətinə malikdirlər. Onlar çoxalır, fərdlərin sayını artırır. Ona görə populyasiya inkişaf edir. Yaşlı fərdlər isə çoxalma qabiliyyəti olmadığı üçün onlar öldükcə onların yerini tutanlar olmur və o cəhətdən populyasiyalar getdikcə məhvə doğru gedirlər. Və populyasiyada sıxlıq anlayışından da istifadə olunur. Yəni müəyyən sahə və həcm vahidinə düşən, yəni sahə quruda yaşayan canlılar üçündür, həcm isə suda yaşayan canlılar üçündür. Vahidinə düşən fərd sayı. Buna aid nümunələr varsa, onu yadda saxlayacaqsınız ki, məsələn, tutaq ki, filan canlı bir fərdə, məsələn, filan qədər ərazi düşür və yaxud filan qədər əraziyə filan qədər fərd düşür və yaxud sudursa 1 litrində və yaxud 1 millilitrində nə qədər fərd olacaq, buna diqqət edib yadımızda saxlayırıq. Və davam edirik. Növ əmələ gəlmə prosesi, yəni mikrotəkamülün növləri. Növ əmələ gəlmə. İki forması var. Biri ekoloji, biri də coğrafi. Ekoloji növ əmələ gəlmə mühit şəraitinin dəyişilməsi ilə bağlı olaraq mühitin dəyişməsi ilə bağlı mühitin dəyişməsi ilə bağlı yeni növlərin əmələ gəlməsi. Aha. Buna arıquşunun 5 dənə növünü qeyd edirlər. Qidaya ixtisaslaşma ilə əlaqədar olaraq arıquşunun daha doğrusu 5 dənə növü müəyyən olunmuşdur. Orada iri arıquşu, ondan sonra qara arıquşu, ondan sonra qayıçqa, daha sonra abıca. Bunlar həşəratlarla qidalanır. Kəkilli arıquşu isə qidalanır toxum, bitki toxumları ilə. İynəyarpaqlı ağacların toxumları ilə qidalanır. Yəni bu 4 növündə başqa qida növü var idi, bir növündə ayrı qida növü. Coğrafi növ əmələ gəlmənin iki forması var, onu da aşağıda qeyd edin. Biri ərazinin genişlənməsi, biri də ərazinin hissələrə parçalanması. Aha, buna nümunə olaraq deməli Sibir qaraşamından Daur qaraşamının yaranması. Aha, yəni Sibir qaraşamı deyir ki, yaşadığı ərazi get-gedə genişlənir. Ərazi genişləndikcə, yəni fərdlərin sayı da artıb və yeni növ yaranıb və yeni növ Daur qaraşamı hesab olunur. Hissələrə parçalanması isə ərazi sabit qalır. Sadəcə ərazinin daxilində canlılar, belə deyək ki, müxtəlif tədbirlərlə bir-birindən ayrılır və bu zaman yeni növlər yaranır. Və burada da meşə inci çiçəyinin, yəni buna meşə inci çiçəyinin yeni növlərin yaranmasını misal göstərilir. Aha, bu oldu mikro təkamül. Vaxtımız varsa makro təkamül barədə də
Yoxsa məlumat verək. 4 dəqiqə vaxtımız var. Makro təkamül. Aha, makro təkamül nədir? Növdən iri taksonomik vahidlərin yaranması. Cins, fəsilə, sıra, dəstə, sinif, tip, aləm, şöbə və s. Vahidlərin yaranması. Aha. Makro təkamülün olduğunu sübut edən müxtəlif dəlillər bizim dərsliklərdə qeyd olunur. Bu dəlillərə nələr aiddir? Deməli, dəlillər. Aha. Bir, paleontoloji dəlillər. Buna nələr aiddir? Yəni, paleontoloji dəlillər ümumiyyətlə nədir? Deməli, paleontologiya qazıntı alanında tapılan qalıqlar haqqında olan elmdir. Yəni, müəyyən canlı qalıqlarının tapılması ilə əlaqədar olaraq dəlillər əldə olunur və bunların da növləri var. Biri stratigrafik, biri izotop, daha sonra keçid formalar, sonra filogenetik sıralar, bir də qitələrin dreyfi. Aha. Digər dəlilləri də qeyd edeyim, hər biri haqqında qısa məlumat verəcəm. Dəlillərdən biri embrioloji dəlillər, biri müqayisəli anatomiya dəlilləri. Müqayisəli anatomiya dəlilləri. Dəlillərin üçünü də vermişdim sabah öyrənmək üçün. Yalnız 5 səhifə vermişdiniz. Evet. Tamam. Hə, indi yadımda deyildi 5 səhifə hara qədərdir, amma ümumi qısa məlumat verim. Deməli, stratigrafik dəlillər dərinlik, belə deyək, məsələsinə görə müəyyən olunur. Hansı qalıqlar daha dərində tapılıbsa, onların yaşı çox. Hansı qalıqlar daha dayaz, yəni yer səthinə yaxın hissələrdə tapılıbsa, onların yaşı daha az hesab olunur. İzotop nədir? İzotop tapılan qalıqların tərkibindən müxtəlif radioaktiv maddələrin izotoplarının miqdarına görə müəyyən olunur. Daha çox izotop varsa, deməli, bu daha qədimdə yaşayan canlı qalığıdır. Az olan isə daha müasir dövrə yaxın. Keçid formalar, müxtəlif keçid formalar var ki, onlar iki taksonomik vahid arasında hər ikisinin xüsusiyyətini daşıyanlardır. Bunlara nələr aiddir? Trilobitlərdir, məsələn, Archaeopteryxdir, Katilozavrlardır, Inustranseviyadır. Bunlardır ki, onların xüsusiyyətlərinə diqqət edəcəksiniz ki, hansı xüsusiyyətinə görə hansı taksonomik vahidə oxşayır. Filogenetik sıralarda atom filogenetik sırası verilib, onların xüsusiyyətləri verilib, diqqət edəcəksiniz. Qitələrin dreyfi isə qitələrin bir-birinə toqquşma və ayrılma məsələsinə görə müəyyən canlılar əvvəlki, belə deyək, yaşadığı qitədə, müəyyən canlılar isə toqquşduğu zaman digər qitəyə keçib. Yəni, buna əsasən müəyyən olunan dəlillərdir. Embrioloji dəlillər isə rüşey mərhələlərində olan oxşarlıq və fərqlərə görə müəyyən olur. Müqayisəli anatomiya dəlillərinə deməli aiddir rudimentdir, atavizmdir, homoloji orqanlardır, analoji orqanlardır. Ona aid də inşallah sualınız qalsa, nəsə başa düşməsəz, onu da sualları dərsin əvvəlində soruşarsınız deyə. Belə, var mı sual?